Qadınları xoşbəxt etmək əslində çox asandır. Onların iş yükünü nə qədər azaltsanız, o qədər çox xoşbəxt olacaqlar və sizinlə daha çox vaxt keçirdəcəklər. Ona görə də mənim həyat yoldaşım bu günləri mənim iş yükümü azaldıbdır. Necə? Gəlin bir yerdə videonu sona qədər izləyək. Həm qızlar, bu günləri sizə 8 Mart hədiyyəmi göstərəcəm. Hədiyyəmi bir yerdə açaq görək nədir. Məncə qadınların işini nə qədər asanlaşdırsaq, o qədər xoşbəxt olarlar. Ona görə də mənim işim asanlaşsın deyə mənim yoldaşım sağ olsun mənə belə bir tostoran aldı. İlk dəfədir mən robot tostoran istifadə edəcəm. Kayvul firmasınındır. Keyfiyyətli olduğunu deyirlər. İnternetdə araşdırmışam. Biz bunu Sumqayıtda yerləşən Eko Home mağazasından almışıq. Deməli, içərisindən 2 dənə belə kitab çıxır. Bu kitabı ümumi öz haqqındadır. Bu isə qarantiya kartıdır və qarantiyası firmanın özündə keçərlidir. Əvvəlcə hissələrini çıxardacağım qızlar. Ondan sonra özünü çıxardacağım ən sonda. Deməli, bu zaryadkaya qoymaq üçündür. Baxın. Buradan yerləşir. Zaryadkaya oturur. Bunu saxla. Zaten cimer şey. Bu su hissəsi, yaş, yəni silmək üçün olan hissəsidir. Bu buradan qopur, görürsünüz. Dəyişirsiniz, yuyursunuz, tərəfindən qoyursunuz. Bu hissəsində də mini bir rezini var ki, ayağı buradan çıxmasın deyə qoyublar. Çox düşündürücü, düşüncəli bir hərəkətdir, yəni buradan çıxmasın deyə. Bu belə. Buna bu tuşdur. Bunu taxacaq, görəcəksin. Sonra buradan pultu çıxır. Bu da çox qəşəng bir şeydir. Televizor kimi uzaqdan idarə etmək olar yəni. İstəyirsiniz oturun divanda, siz idarə edin, o özü üçün işin görsün. Bu yəqin ki tostoran hissəsinin. Bunu biz oturacağız, dincələcəyik. Yolda basarsan, hər şeyi yerə təmizləyəcək. Bu da yaxşı. Bu da tostoranın, bu isə quru təmizləmək üçündür. Yəqin ki, bu iç hissəsində bunu istifadə edirlər. Dəyişirsən, bu tostoranın arxaları olur deyə. O bir tostoranların, bu da yəqin ki, onundur. Buyur, saxladım belə. Sonra bu, deməli, şunurlar çıxır. Bəzən olur da evin qıraq hissələrində şunurlar olur. Bu tostoran ona ilişməsin deyə bunu çıxardırsınız. Baxın. Bunu həmin o şunurların qıraq hissəsinə yerləşdirirsiniz ki, yapışır ora və tostoran ona gedib dəymiş. Yəni, şunurlar sizə mani olmuş. Bu nədir? Bu da 3 metrlik. Bu da yəqin ki, o şunun əşyasıdır. Bu 2 dənə batereyka qoyublar üstünə, sağ olsunlar. Düşüncəlidirlər. Bu həmin o yuyulan əskinin ikinci şeydir, parçasıdır. Yəni 2 dənə qoyublar ki, biri yuyanda o birisini taxa biləsiniz. Buyur, bunu da saxla. Sonra buradan bir ədəd adaptör çıxır. Zaryadkaya qoymaq üçün. Ucluğu belədir. Taxırsınız, zaryadkada yığır, sonra istifadə edirsiniz. Bunu da saxla. Sonra tostoranın özünü qaldıraq. Altından belə 3 dənə belə bir şey çıxır. Deməli, bu birini istifadə edəcəyik biz indi. Künclüklərə girmək üçündür. Yəni, qoşursan, küncləri təmizləmək üçündür. Bunu təkrar qoyublar ki, biri xarabanında o birisini istifadə edə biləsiniz. Bu da ki, tostoranın öz içərisində, yəni toz yığan yerində desin, nəsə ilişib olanda bundan təmizləməyə və bu da bıçağı var. Buradan nəsə ilişsə kəsməyə. Bunu da saxla. Bunları da saxla və nəhayət ki, canım tostoranımı açarıq. Gələk bunun içine. Yox, iynə deyil ona burada. Bu da bizim o məşhur tostoranımız. Təkəri də var. Təkəri də var, bəli. Baxın, təkərləri də var. Doğru demiş. Biz açılışı toğrumdan edirik. Ona görə hər şeyə həvəslə reaksiya edirik.
Oxuyana. İndi barmaqlama ki, xarab olmasın da açmamış. Baxın, buradakı təkərləri qalxıb düşən təkərlərdir ki, bu yerdə olanda rahat şəkildə hərəkət edir. Əgər yeri qalxan yer olarsa, hündürə çıxarsa, bu təkərlər işə düşür və qaldırır onu yuxarı. Bu da eyni ilə fırlanan təkərdir. Sonra bunlar maqnit hissələrdir ki, hansı ki zaryadka yerinə tutur. Və burada başqa nə var göstərilməli? Bilirsiniz, buradan toz qalxır. Baxın, bu fırlanır. Bu hissəsi fırlanır və tozu buradan çəkir içəri, ötürüb bura, yuvasına. Toz yuvası buradır. Buradan da belə aşağı edirsiniz, qaldırırsınız bu hissəsindən. Gördüyünüz kimi tozu bura yığır və siz bunu təmizləyirsiniz, təkrar istifadə edirsiniz. Baxın, buradan bunu basandan sonra ki, neysə o hissəsini görməsəz də olar. Və istəyəndə gözdən qurban. Və istəyirsinizsə, məsələn, toz soranladınız, bununla işiniz qutardı, bunu çəkirsiniz, onu ver, doğru. O birisini ver, o birisini. Bundan olanı ver, bundan olanı ver. Bundan olanı ver. Ver. Deməli, bununla toz soranladınız, işiniz bitdi. Keçirdirsiniz, bunu taxırsınız və bununla da silir. Çox qəşəng bir şeydir, yəni. Məncə, inşallah ki, keyfiyyəti ürəyim istəyən kimi çıxsa, çox əla bir şeydir. Can rahatçılığı. Heç bir iş görməyə ehtiyac yoxdur. Qoş özü üçün işləsin. Buradan da baxın, suyunu əlavə eləyə bilirsiniz. Suyunu əlavə eləyirsiniz və basırsınız. Qəşəng silir, gəlir. Ondan sonra bunu çıxardırsınız, yuyursunuz təkrar və yenidən qurudub taxa bilərsiniz. Mən məsləhət görərdim ki, bunu əldə yuyasınız. Çünki bilinmir də bunun yəni təkrar hardasa var, yoxdur. Bunu oturub əziyyət çəkməkdənsə elə kakraz özünün 2 dənə əlavəsi var. İndi isə neynəyəcəyik qızlar? Bunu istifadəyə hazırlaşırıq. Deməli, üzərində yazılıb ki, tam batareya olandan sonra istifadə etmək olar. Ondan sonra bunu çıxardacağıq və bu qıraqlarındakı şeyləri çıxardacağıq. Bu bunlar. Deməli, indi gözlə. Bu qutunu. İçindəkiləri gətir qoy bunun içinə. O şeyin birini ver mənə. Yox, o birisi. Hə, onu ver. Deməli, qızlar, bunu, baxın, bunu bura atırıq, taxırıq. Ki, taxılması da çox rahatdır. Ki, inşallah taxa bilsəm. Yəni, hər şey birinci istifadədə çətin olurdu, onu deyim. Birinci dəfə olduğuna görə mənə də biraz çətin gəldi, amma inşallah girsə yaxşı olacaq. Niyə gülmədim orada? Bu yaşa bacı. Nə deyirsən, doğru? Bax, bu yaşa. Ha, baba. Eşi. Baxın, qızlar, keçdim. Bu qıraqdan tozu, belə deyim də, buradan tozu təmizləyir. Buradan təmizləyir. Amma olur bəzən qıraqdan tozlar qalanda artıq o hissəni burayla fırladır, gətirir. Onun hissəsini oradan da toz soranır. Belə götürəndə o birisi toz soranlardan elə böyük fərqi yoxdur. Zaten o birisi toz soranın ağzı uzun olsa da bir damcı yer var da tozu götürməyə. Bunda da eyni ilə bir damcı yer var. Amma sizə onu deyim ki, mən şəxsən elə istifadə edəcəm. Dətə evi dəhşət pis günə qoyub, sonra bunu qoşmayın da, yazıqdır bunda. Canlı nədir ki, bir damcı şeydir, ona görə də məsləhət görərdim ki, birinci evi yüngülvar tozu təmizləyin, sonra bunu qoşun. Birinci gündən nəfəsini kəsməyin. Nəysə qızlar, bunu belə açdım, göstərdim. Daha bilmirəm necə göstərə bildim. Nə sualınız olsa rəylə yazarsınız, hər birini cavablayacağım. Mənim üçün də ilkdir. Ona görə də nə qədər izah edə bildimsə, inşallah istifadə etdikcə sizə daha ətraflı məlumat verəcəm. Bunları ver